Herkese salamlar, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoyla qarşınızdayım. Video keçməmişdən və kanalda destan olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımızın linkini şərhlərdə paylaşacağım. Hər kəsi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır. Həmçinin kriptovalyutalar haqqında da texniki analizlərini paylaşıram daha doğrusu və birlikdə pul qazana bilirik dostlar şirkətlərdən və kriptovalyutalardan. Hər birinizi gözləyirəm. Bu gün izah edəcəyim şirkətin videosunda, daha doğrusu məzmunun da şirkətin yəni nə iş gördüyünü və s. texniki analizini Telegram kanalında paylaşmışam. Linki şərhlərdə olacaq. Deməli dostlar, bugün burada postda da paylaşdığım kimi Innovis Technology Ltd şirkətindən danışacağıq dostlar. Innovis Technology Ltd şirkəti texnologiya şirkətidir. Lidar texnologiyası üzərində fokuslanmış bir şirkətdir. Yəni sektoru lidar texnologiyası üzərində avtomobil təhlükəsizliyi və yaxud nəqliyyat təhlükəsizliyi üzərinə formalaşıb. Deməli şirkətimiz gördüyünüz kimi qısa adı INVZ-dır, burada var. Yəni INVZ yazaraq tapa bilərsiniz. Yatırım etmək və yaxud etməmək sizin qərarınızdır, bunu öncədən deyim. Şirkətin dostlar hal-hazırdakı qiyməti gördüyünüz kimi budur. Bazar açılışı öncəsi 2 sent qalxıb, yəni 1,82%. Təxminləri nədir şirkətin? Şirkətin təxminləri deməli 3 analizçi tərəfindən, 3 proqnozçu tərəfindən təxminlər verilib. 2 dollar, 2,65, 3,30, maksimum 200%, minimum isə 81% gəlir gözlənilir. Gələcək yönümlü sənin başına təxminləri isə gördüyünüz kimi belədir. Və 2028-ci ildə 300 milyon dollarlıq gəlir gözlənilir şirkətdən. Həmçinin şirkətin hal-hazırdakı maliyyə hesabatlarına da baxaq, maliyyə vəziyyətinə də tanış olaq. Deməli dostlar, şirkətimiz bu arada dostlar borclu deyil. Yəni müxtəlif lidar texnologiyasında şirkətlər var ki, borcları həddindən artıqdır və yaxud öz maliyyə aktivləri borclarından daha yüksəkdir və s. Ancaq bu şirkətimizdə gördüyünüz kimi gəlirləri birinci müsbət yöndə davam edir. Yəni 3 aylıq gəlirlərində belə hər dəfə öz deməli təxminlərdən yuxarı nəticə göstərirlər. İllik olaraq da bu belədir. Yəni 2025-ci ildə 57 milyon dollarlıq illik qazanc gözləyirlər. Bu keçən ilə nisbətən az çox 98-99% artım deməkdir dostlar. Bu sənin başına da belədir həmçinin. Üstəlik gördüyünüz kimi gəlirləri artıb, həmçinin deməli marjları da yaxşılaşıb. Yəni xərclərini də aşağı salmaq yaxşı bacarıblar. Dəyərlənmə oranları da normaldır, yəni borclarına uyğun olaraq. Və borcları da baxaq, görək gördüyünüz kimi qısa vadədə 102 milyonluq gəlirləri varsa, uzun vadədə, daha doğrusu aktivləri varsa, uzun vadədə 48 milyon. İllik olaraq da borcluluqları daha az aktivlərinə baxanda və gördüyümüz kimi 3 rubli deməli nağd pulları azalsa belə gəlirlərini artırmağı bacaran bir şirkətdir dostlar. Hələ də aktivləri yüksəkdir, var aktivləri. Və şirkətin gələcəyi böyükdür dostlar. Ayva Texnologiya şirkəti 2x-dan yuxarı qalxdı dostlar. Biz şirkəti satdıq 19-20 dollarlarda. Şirkət hal-hazırda bazar açılışı öncəsi 21 dollardır. Yəni 100%-dən daha çox qazanc vermiş bir şirkət var qarşımızda. Ayva Texnologiya kimi lider texnologiyasında lider olan bir şirkətdir. Yəni bu şirkətin Innovis Technologies də Ayva'nın uğurunun davamını gətirmək istəyir. Ona görə də maddi olaraq maliyyə baxımından vəziyyəti yaxşı olduğuna görə sizlərə bunu izah edirəm. Yəni bunu məsləhət görə bilirəm. Lakin yenə də deyim, yatırım etmək və yaxud etməmək sizin qərarınızdır. Belə penny stoklara da yatırım büdcəyə uyğun olaraq maksimum 20% dostlar məsləhət görülür. 20%-dən artıq məsləhət görülür. Belə bu şirkətin məzmununa baxaq, daha doğrusu şirkət haqqında bölümünə keçək. Maliyyə performansı, gəlirlər və s. Innovis Texnologiya avtomobil və digər sahələrdə yüksək səviyyəli lidar sensorları Perception proqramı təminatı inkişaf etdirən İsrail texnologiya şirkətidir. Bu texnologiya əsasən avtonom sürücülük platformalarında istifadə olunur və OEM səviyyəsində Tier 1 tədarükçü rolunu oynayır. Şirkət innovativ sensorlar və proqram təminatı ilə BMW, Volkswagen, Mobil və Nvidia kimi strateji tərəfdaşlıqlar əldə edir. Məqsəd 2026-dan başlayaraq avtomobil məhsullarında miqyaslı istehsal və 2027-də həcmli satışlar. Bayaq da gördüyünüz kimi 2028-ci ildə 300 milyon dollarlıq gəlir gözlənilir dostlar. Maliyyə performansı və gəlirlər və böyümə 2024-cü ildə 24 milyon dollarlıq gəlir əldə ediblərsə, bu 2023-ə nisbətən artım göstərir. Həmçinin 2025-ci illərdə gəlir hədəfi illik olaraq 50-60 milyon arası dollardır. Bu real hədəf kimi qoyulub. 2025-ci ilin bir hissəsində şirkət artıq 2024 səviyyəsində çox gəlir əldə edib və artım davam edir. Yəni illik olaraq zaten 2024-dən çox gəlir qazandığı görünür. Bu artım onu göstərir ki, şirkət hələ erkən mərhələdə olsa da sürətlə böyüyür, çünki lidar texnologiyası olan tərəf artıq bu belədir dostlar. Lidar texnologiyası 27-28-ci illərdə milyardlarla dollar pul gətirəcək şirkətlərə və biz də bu şirkətlərə yatırım edərək bu milyardlardan bir 10-15 min dolsa qopartmaq istəyirik təbii olaraq. Innovis hələ də xalis mənfəət əldə etmir və böyük zərərlər verir. Məsələn 2024-cü ildə net zərər təxminən 94 milyon olub, əvvəlki ildən yaxşılaşır, amma hələ də böyükdür. Operativ xərclər yüksəkdir, yəni əməliyyat xərcləri, inkişaf satış fəaliyyətlərinə çoxlu xərcləyirlər. TTM göstəriciləri özü şərti olaraq şirkət səmərəlilik və ROI kimi mənfi göstəricilərlə qarşılaşır. Bu normaldır dostlar. Penny stock şirkətləri belə olur.
Yəni hələ kütləvi olaraq istehsal və kütləvi olaraq satışlara keçmədiklərinə görə hal-hazırda şirkət bu cürə mənfi gəlir qazanır. 2025-ci ilin bəzi illərində qros marj yaxşılaşıb, bəzən hətta 40%-ə qalxıb mühəndislik xidmətlərinə görə. Məhsul satışı keçiddə marjlar daha aşağı ola bilər. Bu isə səhm inkişafı üçün kritik göstərici. Balans vəziyyəti necədir? 2024-cü ilin sonunda 68 milyonluq nağd pul vəsaiti var. Yəni cari balans müsbətdir, borclu öhdəliyi azdır. Bu yaxşı göstəricidir. Təbii olaraq texnologiya şirkətləri çoxlu pul xərcləyir. Yəni sağlamlıq texnologiyasından sonra ən çox pul xərcləyən şirkətlər texnologiya şirkətləridir. Lider bazarı avtonom sürücülük texnologiyası ilə sürətlə böyüyən bir sahədə gələcəkdə trilyonlarla dollarlıq potensiala malikdir. Mən bunu vurğulamaq istəyirəm. Innovace bu sahədə tam Tier 1 sensor tədarükçü kimi tanınır. Mobile və Nvidia kimi güclü tərəfdaşlıqlar şirkətin uzunmüddətli layihələr qazanma şansını artırır. Dostlar, Ayva texnolojini bayaq göstərdim. O şirkət Ayva, daha doğrusu Nvidia şirkətinə əməkdaşlıq etdiyinə görə 21 dollara kimi yüksəlir. Yəni Innovace Technology də Nvidia şirkətinə nə vaxt əməkdaşlıq etsə, bunu 1 dollar yox, 10 dollar, 20 dollar səviyyəsində görə bilərik dostlar. Mən sizə hətta deyim, Innovace Technology Nvidia və onun kimi böyük şirkətlərlə əməkdaşlıq etsə, Ayvanı belə qabaqlayar. Çünki gəlirləri Ayvaya nisbətən daha yüksəkdir dostlar. Rəqabət lider sahəsində çox şirkət var və bazar texnoloji baxımından hələ formalaşma mərhələsindədir. Güclü tərəfləri strateji oyun və texnoloji tərəfdaşlıqları sürətlə böyüyən gəlir. Hətta sağlam balans borcdan azad nağd pul gücü isə sertifikatlaşdırılmış laboratoriyalar və keyfiyyət standartları. Zəif tərəflər bildiyimiz üzrə mənfəət əldə etməyib, operativ xərclər yüksək və lider bazarı tam yetişmir. Gördüyünüz kimi ümumi gəlirləri və s. EBITDA'sı, net income və s. Şirkətin 2025-ci zərərlə mənfəətə keçdiyini göstərir. 2025-də zərərlə mənfəətə keçib, bu yaxşı halda. Birinci rübü 2026 gəlir düşüb, ikinci rübü gəlir nisbətən 10% azalıb. Normal halda dostlar, lider texnologiyası mənimsəməsi o qədər də asan bir şey deyil. Belə dostlar, yəni ümumi olaraq mənfisi var, müsbəti var, lakin mən bu şirkətdən müsbət gözləyirəm. Yatırım etməyə və yaxud etməyə sizin qərarınız. Lakin bu maliyyə vəziyyətində şirkət tapmaq, penny stock tapmaq indiki dövrdə çox çətin məsələdir dostlar. Yəni ona görə də bu şirkət qızıl alma kimi bir şeydir mənə görə. Bu gün bu qədər. Videomu bəyəndiniz, like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.